İkinci Qarabağ müharibəsi. Bir xalqın susmuş tarixinin haykırtısı, əsirlərin qisasını alan qürur səlnaməsi idi. 30 illik həsrət 44 günə sığdı. Dağlar səngərə çevrildi. Sıldırım qayalarda vətən sevgisi döyündü. Və nəhayət, üçrəngli bayraq Qarabağın göylərində dalğalanarkən, torpaq da, zaman da azadlığın nə olduğunu bir daha duydu. Belə qəhrəmanlarımızdan biri də Pənahov Rövşən Mahmudoğludur. O 1989-cu il oktyabrın 2-də Qazax rayonunun 1-ci Şıxlı kəndində dünyaya gəlib. O 1995-ci ildə 1-ci Şıxlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə həmin məktəbi uğurla bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Bakıda yerləşən en sayılı hərbi hissədə xidmətə başlayıb. Daha sonra Naftalan rayonunda yerləşən en sayılı hərbi hissədə xidmətini davam etdirib. Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə bütün fəaliyyəti nümunəvi idi. Ona görə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley, qüsursuz xidmətə görə 3-cü dərəcəli və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalları ilə təltif olunmuşdur. 2016-cı ilin aprel döyüşlərində Rövşən Pənahov yenə ön cəbhədə idi. Aprel döyüşlərindəki xidmətinə görə o kapitan rütbəsi alıb. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murov dağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rövşən Pənahov ad günündə, yəni oktyabrın 2-də Murov dağ döyüşləri zamanı şəhid olub. O, Qazax rayonunun 1-ci Şıxlı kəndində böyük izdihamla torpağa tapşırılıb. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rövşən Pənahov ölümündən sonra vətən uğrunda, igidliyə görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilib.